Salam əziz uşaqlar. İstilik tarazlığı və istilik keçirmə mövzusunu öyrənək. İsti cismin zərrəciklərinin kinetik enerjisi soyuq cismin zərrəciklərinin kinetik enerjisindən böyük olur. Və siz burada da onların rəqsi hərəkətindən bunu müşahidə edirsiniz. Toqquşma nəticəsində isti cisim kinetik enerjilərinin bir qismini soyuq cismin zərrəciklərinə verir. Temperatur bərabərləşənə qədər proses davam edir. Təmasda olan cisimlərin temperaturlarının bərabərləşməsi istilik tarazlığı adlanır. Cismi alova tutduqda istilik cismin isti hissəsindən soyuq hissəsinə ötürülür. İstiliyin isti cisimdən onunla təmasda olan soyuq cismə və ya cismin bir hissəsindən digər hissəsinə ötürülməsinə istilik keçirmə deyilir. Maddələr istiliyi müxtəlif cür keçirir. Yəni, bəzi maddələr yaxşı keçirir, bəziləri isə pis keçirir. Məsələn, qızıl, dəmir, mis istiliyi yaxşı keçirir. Siz burada da istiliyi yaxşı keçirən bir nümunənin alova tutulduqda necə istiliyin paylandığını görürsünüz. Bəzi nümunələr isə istiliyi pis keçirir. Məsələn, şüşə, plastik, keramika, taxta, parça, kağız, mantar və yun istiliyi pis keçirir. İstiliyi pis keçirəndə isə fikir verirsinizsə, alov çətinliklə yayılır. Mühitlər və cisimlər arasında istilik ötürülməsini azaltmaq üçün istiliyi pis keçirən maddələrdən istifadə olunur. Belə maddələr istilik izolyatoru adlanır. İstilik itkisini azaltmaq üçün ev tikərkən divarlar istilik izolyatoru olan maddələrin köməyi ilə izolyasiya olunur. Diqqətinizə görə sağ olun.